Market rəflərində xama qiymətlərində ciddi fərqlər diqqət çəkir. Bəzi xamalar 50 və ya 80 qəpik olduğu halda digərlərinin qiyməti 4-6 manata qədər yüksəlir. Satıcıların sözlərinə görə alıcıların seçimində həm qiymət, həm də istifadə məqsədi mühüm rol oynayır. Gündəlik istifadə üçün bir çox vətəndaş orta qiymətli xamalara üstünlük verir. Daha ucuz xamalar isə əsasən çox miqdarda istifadə tələb olunan hallarda, məsələn şirniyyat və ya müxtəlif yeməklərin hazırlanması məqsədi ilə alınır. Belə ki, bu zaman alıcılar daha sərfəli variantlara yönəlirlər. Bu dəfə alıcı ən çox üstünlük 50 qəpikli xamalara istifadə olunur. Çünki qarşıdan bayram gəldiyinə görə ən ucuz xamalardan istifadə olunur. Mallarda da artım da var. Hərəsində 10 qəpik, 80-50 qəpiklərə şirniyyat evləri istifadə edir. Ən ucuzunu isə bizim müştərilər istifadə edir. Tort bişirməyə, şirniyyata görə. Çünki 20-30 dənə bişirdiyinə görə müştərilərimiz ən ucuzu xamaya qaçır. Fərqi odur ki, yağlığına görə, südlüyünə görə belə ona görə fərq verilir. Bahalı xamalar isə adətən birbaşa süfrəyə təqdim olunan və ya salatlarda istifadə edilən məhsullar üçün seçilir. Alıcılar bu halda məhsulun keyfiyyətinə və təbii tərkibinə daha çox diqqət yetirirlər. Həmçinin satıcılar deyirlər ki, son dövrlərdə əksər süd məhsullarında olduğu kimi xamanın da qiymətində müəyyən artım var. Buna baxmayaraq, bazarda müxtəlif qiymət segmentində məhsulların olması alıcılara seçim imkanı yaradır. Xamaların qiyməti 80 qəpikdən başlayır, ta 5-80-ə qədər davam edir. Qiymətlər fərqi də bunun keyfiyyətindən irəli gəlir. Məsələn, 80 qəpik olan xamalar adətən istifadə olunur şirniyyata falan, nə bilim günləlik səhər-səhər yeməyə. Ucuzluğuna görə tələbat olur. Böyük xamalar adətən salatlara falan, məsələn, restoranlara, dönərxanalara bunlara istifadə olunur. 10%-15% arası ildən ilə artım hər bir məhsulda qeydə alınır. Əsasən də bu ağartı məhsullarındır. Qida mütəxəssisi Seymur Qafarov deyir ki, qiymət fərqinin əsas səbəbi xamanın tərkibi, yağlılıq dərəcəsi, istehsal üsulu və qablaşdırma həcmi ilə bağlıdır. Aşağı qiymətə təklif olunan xamaların bir qismi daha kiçik qablaşdırmada satılır və bəzən tərkibində süd məhsulu ilə yanaşı bitki mənşəli əlavələr də ola bilir. Bahalı xamalar isə adətən daha yüksək yağlılıq dərəcəsinə malik olur və tam süd əsaslı məhsul kimi təqdim edilir. Bundan əlavə bəzi markaların brend olması və istehsal texnologiyası da qiymətə təsir göstərən amillər sırasındadır. Məhsulların daxili bazarda, marketlər şəbəkəsində satışı zamanı yaranan qiymət fərqləri onların istehsalat metodologiyasında istifadə olunan xam maldan, xam malın keyfiyyətindən, yol xərclərindən, xüsusən də idxalların yerli məhsullar nəzərində daha baha olmasında və gömrük ödənişləri ilə və digər dövlət qurumlarına ödənilən rüsumlarla əlaqədar dəyişə bilir. Yerli istehsal olunan məhsulların xam mal əlçata bilərliyi daha rahat olduğundan daşınması, çatdırılması, daxili bazarda satışı ilə bağlı daha aşağı dəyərli ərsəyə gəldiyinə görə bəli, onların mayə dəyəri daha aşağı olur və qiymət uzlaşması ola bilir. Mütəxəssis qeyd edir ki, məhsulun qiyməti heç də həmişə onun təhlükəsizliyi və ya keyfiyyət meyarını təyin etmir. Qidanın qiyməti tamamilə iqtisadi bir yanaşmadır. Orada müəssisə özündən kampaniyalar yerinə yetirə bilər. Digər həmkarlarına nəzərən daha aşağı qiymət vermək üçün daha az satış qiyməti ilə bazara çıxa bilər. Marjaların özünün qida kost hesablamalarını tənzimləyə bilər. Əldə etdiyi xam malı mövsümündə ala bilər və ya daha ucuz şəkildə ərsəyə bilər. Öz ferması ola bilər, daha ucuz başa gələ bilər. Yəni bunların bir sıra daha ucuz və ya daha baha olmasının müəyyən səbəbləri vardır. Müsahibimiz onu da vurğulayıb ki, bu məsələdə diqqət edilməli olan vacib məqam qida təhlükəsizliyi ilə bağlı tələblərdir. Belə ki, qiymətindən asılı olmayaraq istənilən xama məhsulunun üzərində etiket məlumatları olmalı və qablaşmanın tamlığı pozulmamalıdır. Saxlama qaydalarına əməl olunması da qida təhlükəsizliyi baxımından vacib hesab edilir. Ayşən Sərdar qızı, Rafiq Əzsanov, Cümşüd Məmmədov, Davud İbrahimov, Xəbər Ertəsi.